Bugün Almaniyada ən yaxşı universitetlər və ən çox tələbə seçilən ixtisaslar barəsində danışacağım. Technical University of Munich. Mühəndislik, IT, texnologiya sahələri üzrə liderdir. Dünya sıralaması 28-dir. Dizel mühərrikinin ixtiraçısı Rudolf Diesel isə bu universitetdən məzun olub. Ludwig Maximilian University of Munich. Humanitar və sosial elmlər üçün əla seçimdir. Həmçinin tibb və psixologiya sahələri üzrə də ixtisaslaşmışdır. Dünya reytinqi 59-dur. Aachen University. Avropanın ən güclü texniki universitetlərindən biridir. İnşaat, maşın mühəndisliyi və kompüter elmləri sahəsində ixtisaslaşmışdır. Dünya reytinqi 106-dır. Heidelberg University. Ən qədim universitetlərdən biridir. Tibb, biologiya və fundamental elmlərdə öndədir. Tanınmış məzunlardan Dmitri Mendeleyev bu universiteti bitirmişdir. Free University of Berlin. Beynəlxalq proqramlar çoxdur, həmçinin ingilis dilində ixtisaslar rahatlıqla tapa bilərsiniz. Dünya sıralaması 98. Proqramlar üçün dad.d, mygermanuniversity.com saytları çox faydalıdır. Əgər profilinizə uyğun ən lazımlı ixtisası seçməyə çalışırsınızsa, bizimlə əlaqəyə keçə bilərsiniz.